Materiklərin fiziki coğrafi mövqeyi və relyefi. Düzdür, Nərmin? Bəli, bəli. Materiklərin hündür nöqtələrini tanıyırsan? Hmm, Məsələn, Baxmamışam axı ə, deməli, materiklərin mütləq hündürün azalma sırası deyir. Avstraliya materikinin ən hündür nöqtəsi haradır? Deyəcəksən ki, Kostyoşko 2228 metr. Düzdür? Bəli. Aha. Avrasiya materikinin ən zirvəsi Himalay, Jomolungma 8848 metr. Afrikanın da ən hündür zirvəsi deyəcəksən ki, haradır? Kilimanjaro 5895 metr. Düzdür? İndi biz burada nə etməliyik? Sənə deyir ki, hündürlüyün azalma. Azalma deyirsə çoxdan aza doğru. Müəlliməsiniz. Bəli, bəli. Bu da səhvdir. Mhm. Bəli, burada ardıcıllıq səhv. Sən çoxdan aza doğru getməlisən. Ən çox Hı hı. hardadır? Avrasiyada. Bəli, şeydə bəli, bəli. Bəli, 8848 metr. Məsələn, B bəndi səhvdir. Birinci nə gəlməlidir? Avrasiya. Sonra D bəndi D bəndində səhvlik var, yoxsa yoxdur? Yox, D bəndində düz var. Niyə? Çünki Afrikanın ən zirvəsi Kilimanjaro 5895 metr, Avstraliyanın ən hündür nöqtəsi Ksioşko 2228 metr. İşte burada pozuntu var. Çünki Şimali Amerika gəlməli idi ən birinci. Bildin D variantında. E İkinci bəli. variantında da Cənubi Amerikanın ən zirvəsi Akonqo 6960 metr. Şimali Amerikanın ən zirvəsi 6194 metr. Yəni birinci Cənubi Amerika, daha sonra Şimali Amerika, sonra Afrika gəlməli idi. Aydındır? C də düzgün burada. Bəli, bir dənə C variantıdır. Aydın oldu, yəni A bəndində birinci gəlməli idi Avrasiya. B bəndində gəlməlidir birinci Avrasiya. D bəndində birinci gəlməli idi Şimali Amerika. E bəndində birinci gəlməli idi Şimali Amerika, daha sonra Afrika. Cavabımız olacaq bir də C. Aydındır. Keçək digər Bəli. sualımıza baxaq. Deməli, bizə nə istəyir? Deyir, Şimali Afrikada düzənliklərin geniş yer tutmasının səbəbi nədir? Şimali Amerikada nazlı düzənliklərin geniş tutması səbəbi nə idi? Arkadaşlar çalışın. Platforma, düzənliklərə nə olur Platforma daha çox? məndən. Platformaların Bəli, platforma. geniş ərazi tutması idi. Cavabımız olacaq 2-də E bəndi. Üç yarımkürədə yerləşən materiklər. Deyin görüm üç Afrika, yarımkürədə yerləşən Antarktika. materiklər. 3 yarımkürədir. Bəli. Bax, Avrasiyanın nə kəsirdir? Qrinviç və ekvator. Düzdür. Ona görə bəndi Burada. səhvdir. Afrikanın nə kəsir? Qrinviçdə, Ekvator. ekvatorda. E Ekvatorda. bəndə səhvdir. C-yə baxırsan. Antarktidanı nə kəsir bir dənə? Qrinviç. Bəli. Cənubi Amerikanı nə kəsir? Ekvator. Məndən ekvator bir dənə. Az. Ona görə də hər ikisi üç yarımkürədə yerləşir. Sual olan var? Mən tam olaraq anlamadım. Xəritə üzərindən olar ki, başa Bax, salasınız. başa salıram. Tam Bax olaraq. demək, sıfır Hı hı. nədir? Qrinviç meridianı. Buradakı Bəli. sıfır nədir? Ekvator. O da ekvatordur, bəli. Aysul. Əgər bir materiki həm Qrinviç, həm də ekvator kəsirsə, demək 4 yarımkürədə yerləşir. Yox, biri kəsirsə 3 yarımkürədə yerləşir. Aydındır fikrim. Məsələn, Hı. Avrasiya materikini görsən 0-cı meridian kəsib, yəni Qrinviç meridianı kəsib. Plus da nə kəsib onu? Ekvator kəsib. Demək 4 yarımkürədə yerləşir. Avstraliyanı heç bir şey kəsməyib. 2 yarımkürədə yerləşir ona görə. Afrikanı Qrinviç kəsib, ekvator kəsib deyə 4 yarımkürədə yerləşir. Antarktidanı isə yalnız nə kəsib? Qrinviç kəsib. Ona görə 3 yarımkürə. C bəndində Antarktidan Qrinviç kəsib deyə 3 yarımkürə. Burada da Cənubi Amerikanda ekvator kəsib deyə 3 yarımkürə. D bəndində Cənubi Amerikanı ekvator kəsib deyə 3 yarımkürə. Şimali Amerikanı heç nə kəsməyib. Ona görə də 2 yarımkürədə yerləşəcək. Afrikanı dedik ki, həm Qrinviç, həm də ekvator kəsib deyə 4 yarımkürə. Şimali Amerikanı isə heç nə kəsməyib deyə 2 yarımkürə. Aydındır? Şimali Amerikanı heç nə kəsmir məndən. Düşmür heç birini. Bəli, nə ekvator kəsmir, nə də Qrinviç kəsmir. Ona görə də yerləşir iki yarımkürədə. Yəni şimal və qərb yarımkürəsində.
Bilmem. Sualın var. Yok. Just. Demək, onda işte cavabımız nə olacaq? C bəndi. 4-ə baxırıq. Avstraliya materikinin səciyyəvi olmayan relyef forması. Avstraliya necə materik idi? Bulaq idi, yoxsa rütubətli idi? Rütubətlidir. Platforma deyil. Xeyr, Avstraliya quraq materikdir. Quraq materikdə nə olar? Qum təpələri, Kafaları. düyünlər, Düyümlər, qumçası. bəli, Olmayanı quru soruşuyoruz çay bizə. dərələri olar. Olmayan nə olar? Təbii ki, buzlağın fəaliyyəti Sirklər, olur. Moren təpələri, moyənlər, sirklər İsveç, olmaz. Grönland. Bəli. Cənubi Amerikanın ucqar nöqtələrini seçin görüm qızlar. Cənubi Cənubi Amerika. Amerikanın ucqar nöqtələri. Məsəl üçün, hansılardır? Nə Birinci bilir? değil, A değil. A variantı səhvdir. A Nəyə ise görə? Afrika'nındır. Bəli, Almadi Afrikada Hmm. yerləşir. Düzdür. Məsələn, Qalinyas şimal ucqar nöqtəsi, Parnyas qərb ucqar nöqtəsi, bir də Almadi ilə hansı səhvdir burada? İğne de bende hemen. İynə burnu yox. Bax, Ondan Cənubi yazdım. Amerika ucqar nöqtələri şimalda Qalinyas, cənubda Freerdir, şərqdə Kabranka, qərbdə Parnyasdır. Ona görə cavabımız nə olmalıdır 5-də? C. Cavabımız olacaq 5-də Evet. B variantı. Aydındır. Tamam. Hmm. Florida hardaydı? Florida yarımadası. Bax burada. Şimali Amerikada. Somali yarımadası. Afrikada. Şimali. Adam. Bəli. Tamam. Malakka yarımadası. Hardadır Malakka? Avrasiyada. Cavabımız nə olacaq ona görə? Harada senin mənim olan yeri? Necə? Malakka xəritədə hardadır? Malakka hardadır qızlar? Kim bilir? İstanbul. Bura. Bəli. Aydındır. Bəli. Və burada da istəsəniz göstərə bilərəm. Malakka yarımadası bu gün verilib burada. Malakka gördünüz. Mhm. Deməli, Florida, Şimali Amerika, Somali, Afrika, Malakka, Avrasiya. Cavabımız 6-da E bəndi. 7. Cənubi Amerika ovalaqları Eyvah. yerləşir. Ovalaqlar Cənubi Amerikada harda yerləşir əsasən? Ovalaqlar nədə yerləşir? Platformanın çökən sahələrində. Qalxan sahələrdə yaylalar yerləşir, qızlar. Dağlardır. Bəli. Cavabımız 7-də nə olacaq? E bəndi. Eyvah. 8-ə baxırıq. Cənubi Amerikanın Afrika, Avstraliya materikini fərqləndirən cəhəti nədir? Təbii ki, Cənubi Amerika, Afrikanı, Avstraliyanı fərqləndirən cəhət nə ola bilər? Gondvanın tərkib hissəsi olması oxşar cəhətdir. Fərqli bir Fərqli cəhət eynidir. yoxdur. Bəli. Cənub tropik xətti materikin kəsməsi. Cənub tropik xətti Afrikanı da kəsir, Cənubi Amerikanı da kəsir, Avstraliyanı da kəsir. Burada da fərqli cəhət yoxdur. Sahilləri köçən suyla yuyulur. Hər üçü sahili köçən su ilə yuyulur. Burada da bir fərq yoxdur. Səhraların çox az sahə tutması, bəli. Cənubi Amerikada bilirsiniz ki, dünyanın ən Yox. rütubətli materikidir. Səhraların çox az sahə tutur burada. Aydındır fikrim? Yəni bu Hə. Amerikada bölmə. Cənubi Amerika dünyanın ən rütubətli materiki hesab olunur deyə bilərik də əsasən. Düzdür? Qoy bir də diqqətlə Bəli. oxuyaq. Baxaq, burada düzdür, deyəcəyimiz idi. Səhranın çox az sifət tutması. Subekvatorial, tropik iqlim quşağında hamısı yerləşir. Aydındır. 9-a baxaq. Kamçatka, Apenin, Kiçik Asya Kamçatka, yarımadasında. Apenin kiçəsi. Kamçatka hardadır? Tez cavab verin. Kamçatka hardadır? Hansı materikdədir? Ters iqlimli olanda öyle. Avrasiyada. Apenin hardadır? Avrasiya. Avrasiyada. Kiçik Asiya yarımadası hardadır? Avrasiyada. Avrasiyada. Bunların oxşar cəhəti nədir? Asya kıtasında olmayacak. Tektonik Tektonik cəhətdən fərqli olması. cəhətdən fəal zonada yerləşməsidir. Kamçatkada vulkan vardı. Hansı vulkan idi o? Klyoçka, Sopka. Aha. Bax, Kamçatkanı görsən burada. Harda öyle. Kamçatka yarımadası deyə bura. Kamçatka yarımadasında yerləşən vulkan hansı idi? Nə deyəcəksiniz? Vulkanımız, hansı vulkanımız vardı orada?
Baxın, Klyuçka sopkası Apeni yarımadasında Vezuvi vulkanı, Kiçik Asiyada vulkanlar var da fəal tektonik cəhətdən fəal zonada yerləşirlər. Aydındır fikrim? Tempo, tempo. Yatmayın qızlar, aktiv olağın. Materikin ucqar nöqtələrini soruşur bizdən. Ucqar cənub nöqtələri. Baxırıq. Mhm. İynəburnu Afrikanın ucqar cənubudur. Düzdür? Mhm. Mariato burnu da Şimali Amerikanın ucqar cənub nöqtəsidir. Amma Almadiya pozdur. Almadiya Afrikanın ucqar qərb nöqtəsidir. Məsələn, Çelyuski Avrasiya materikinin ucqar şimal nöqtəsidir. Pozdur. Cənub-şərq burnu Avstraliyanın ucqar cənub nöqtəsidir. Mariato Şimali Amerikanın ucqar cənub nöqtəsidir. Pi Avrasiyanın ucqar cənub nöqtəsidir. Ona görə cavabımız nə olacaq? Onda C bəndə. Düzdür? Sualınız var. Bax, bunları təkrar edin. Nəyi bilmirsinizsə təkrar. Başa düşmədim müəllimə bu. Materiklərin ucqar nöqtəsini bilməlisən ona görə. Ya əzbər bilmənə şey. Bəli, bu əzbərdir. Burada başa düşməli heç nə yoxdur, Nərmin. Yaxşı. Məsələn, Yaxşı. bunlar Almadinə çıxdın, qərb nöqtədir. Çelyuskin çıxdın, şimaldır. Roko qərbdə çıxdın. Yəni bunlar əzbərçilikdir. 11-də məsələn, materikin ucqar şimal nöqtəsidir. York Avstraliyanın ucqar şimal nöqtəsidir. Çelyuski Avrasiyanın şimal ucqar nöqtəsidir. Merchison deyəcəksən ki, Şimali Amerikanın ucqar şimal nöqtəsi. Cavabımız 11-də A-bəndi. Kitabınızda da yazılıbdır ucqar nöqtələr. Bəli. 12-yə baxırıq. Şimali Amerika düzənliklərini Cənubi Amerika düzənliklərindən fərqləndirən cəhət nədir, qızlar? Nədir bunların fərqi? Şimali Amerikada nə var idi? Nə baş vermişdi? Nə olmuşdu? Uzaq mənşəli relyef Ay sağ ol. formalarını Buzlaq mənşəli relyef forması süni təşkil edir. Döngü döv buzlaşması baş vermişdi. Ona görə cavabımız 12-də nə olacaq? D bəndi. D bəli. Aha. 13. Afrika, Avrasiya, Cənubi Amerika materiklərinin ərazisində yerləşən dağların müvafiq ardıcıllığını istəyir bizdən. Baxaq. Afrika. Afrikada Atlas, Avrasiyada Pamir, Cənubi Amerikada da ki Ant. C variantı. C variantı dedin, yoxsa D? D. Atlas, Pamir, Ant. Cavabımız 13-də D variantı düzdür. 14-də baxırıq. Afrika və Cənubi Amerika materiklərinin relyefin ümumi cəhəti, yəni onların oxşar cəhəti nədir Afrika ilə Cənubi Amerikanın? Mutlaq olmayacaq. Düzənliklərin geniş ərazi tutması. Ola bilər müəllimə. 15. Ucqar şimal nöqtəsi cənub yarımkəsində yerləşən materiklər. Şimal nöqtəsi cənub yarımkəsində yerləşən bir Afrikadır, bir də haradır? Məsələn, Antarktida olma, ucqar şimal cənub yarımkəsidir, hə, demək şimal yarımkəsidir. Məsəl üçün, Afrikanın ucqar şimal nöqtəsi nə idi? Benseka. Harda yerləşirdi? Şimal yarımkürəsində. Ona görə Afrikanı nə edəcəksən? Çıxacaqsan. Cənubi Amerikanın ucqar şimal nöqtəsi Qalnias şimal yarımkürəsində yerləşirdi. Cənubi Amerikanda çıxırsan. Avrasiyada çıxırsan. Cavabımız nə olacaq? Avstraliyanın Antarktida. Avstraliyanın ucqar şimal nöqtəsi olan York burnu cənub yarımkürəsində, Antarktidanın da ucqar şimal şifrə burnu cənub yarımkürəsindədir. 15-də cavabımız C variantı. 16. Ucqar cənub nöqtəsi şimal yarımkürəsində yerləşən materiklər. Məsələn, Afrikanın ucqar cənub nöqtəsi şimal yarımkürəsində yerləşmir, cənubdadır. Antarktida ümumiyyətlə cənub nöqtəsi yoxdur. Demək, A-nı çıxdıq, Afrikanı çıxdıq B-dən, Avstraliyanı çıxdıq C-dən. Cavabımız nə olacaq? Elə E bəndi olacaq da. Şimali Amerikanın ucqar cənub nöqtəsi Mariata burnu, Avrasiyanın ucqar cənub nöqtəsi Pi burnu şimal yarımkürəsində yerləşir. Cavabımız 16-da E bəndi. 17-ni kim tez oxuyar? Afrika materiki. Relyefində. Dağların çoxu qədim olduğundan çox parçalanmışdır. Qurdan çox böyük tektonik də Afrikanın şərqindədir. Bu da düzdür. Sonra materikin hər yerində tez-tez zəlzələlər baş verir.
var idi zəlzələlər, vulkanlar Mhm. şimalda çəkmək. Baxın qızlar, deyir dağların əksəriyyəti alt qırışıqlığına aiddir. Səhvdir, bir dənə dağa aiddir. Nə əksəriyyətə aiddir? Bir Dağ nədir? Atlas dağları. Səhvdir. 2. Dağların çoxu qədim olduğundan çox parçalanmışdır. Düzdür. Evet, Ma dağları kapsayır. Materiklərində yaylalar geniş ərazi tutur. Düzdür. Quruda ən böyük tektonik çat Afrikanın şərqindədir. Bu da düzdür. Materiklərin hər yerində tez-tez zəlzələ baş verir. Səhvdir. Şimalda çökmə mənşəli su üstünü təşkil edir. Bu da düzdür. Cavabımız 17 nə olacaq? Ne Ben var? sualınız var. Peki. Yox. 18-ə baxırıq. Hə, yox deyin mənə. Afrika materikinin Avstraliyadan fərqləndirən əlamət. Hind okeanı sahilində yerləşməsi oxşardır ya fərqlidir? Fərqlidir. Oxşar. Oxşardır. Hər ikisi Hind okeanı sahillərinə düşür. Hind okeanı burada da Nərmin. Afrikada görür, Avstraliyada görür. Ekvatorial iqlim qurşağında geniş ərazi tutmaz. Bu səhvdir. Avstraliya ümumiyyətlə ekvatoru görmür. Necə ekvatorial iqlim qurşağında geniş ərazi tutsun? Ona görə 18 cavabımız B bəndi. Aydındır fikrim. Ben Bakalım. Avustralya'nın Avstraliya Avrasiyada adı ekvatoru görmür. Ekvator görsən buradadır. Bu qara xətti görsən. Ekvatorda o. Avstraliya aşağıdadır. Ekvatoru görmür. Ona görə də Bəli. ekvatorial iqlim qurşağında yerləşmir. 19. Bəli. Afrika materikinin şimalında yerləşən yaylalar. Şimalında. Darfın Əhəmiyyəti besti Darfur. Bəli, bunlar həmçinin necə dağlardır Nazlı? Nə mənşəli idi? Denidasional mənşəli idi. Şahid dağları idi. Qədim dağlar idi. Yaylalar idi. Demək, cavabımız 19-da A bəndi. 1, 2, 2, 5. 5. Havaland. Orinoco balığı hansı materikdə idi? Cənubi Amerikada. La Plato balığı. Lapladı Hər Şimal ikisi Amerikada. Cənubi Amerikada. Hər ikisi Cənubi Amerikadaydı. Deyir, Orinoco ilə La Plato balığının tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Hər ikisi o balıqdırsa nə olmalıdır? Platformanın əyilmə sahələri olmalıdır. Çökək sahələri olmalıdır. Cavabımız 20-də nə olacaq? E bəndi. Evet. Ay, sağ ol. Şimali Amerika materikinin səciyyəvi olmayan deyir qızlar. Şimal tropik xətti ilə şimal qütb dairəsi ilə kəsişməsidir. Bir dənə baxaq. Bircə mən baxın görün. Bunu şimal qütb dairəsi kəsir? Yox. Nə kəsib bunu? Şimal tropik xətti kəsib. Şimdi mülayimdən gəlir. Bax 60-dan aşağı düşsəydi, bax bu var, bax bu. Bu gəlib, bax bu qırıq xəttdən aşağı düşsəydi, Cənubi Amerikadadır bu. Bir dəqiqə fikrimdə mən Ama şimal Şimal Amerika'da biri. Ha, Şimali Amerikandır. Şimali Amerikan görsüz kəsib. Şimal qütb dairəsi kəsib. Şimal tropik xəttdə kəsib. Demək A bəndi düzdür. A-da səhvlik yoxdur, götürmürsüz. Sonra nə deyir? Bəli. Deyir şimal hissəsi qütb dairəsindən keçməsi. Bəli, qütb dairəsindən keçir də, bax kəsir. Xətti görürsüz? Sonra nə deyir? Deyir 3 yarımkürədə yerləşməsi. Bu səhvdir. İki Şimali yarımkürədə Amerika yerləşir. materikini nə Greenwich kəsmir, nə də ekvator kəsmir ki, bu 3 yarımkürədə yerləşsin. Heç nə kəsmədiyinə görə yalnız 2 yarımkürədədir. Bəli, şimalla qərb yarımkürəsindədir. Bəli. Aydındır Nərmin? Tam olarak yok müəllimə. Niyə Nərmin? Sən də o deyə aydınlamıyorsun. Niyə? Harası aydın deyil? Bə onu de də, oturub baxma qıraqdan. Deyək ki, müəllim, mən məsələn başa düşmədim. Bu üç yarımkürədə nətər yerləşmir? Bax, bunun deyən izahını ver mən. Qütb dairəsi deyən hansıdır, neyi kəsmir? Bax, bu dedim, 60-dan yuxarı nədir? Qütb dairəsi. Görsən, xətti görsən, Şimali Amerikanı neyib? Kəsib. Bəli. Ay, sağ ol. Öldürəcəm səni, nərmi? Hı? Baxma Bəli, qıraqdan. müəllim. İmtahanda bən ağaracaqsan. Aha, mənim 60 qütb dairəsidir bəli. Evet. Sən mənim yerlim səni. Aktiv ol. Eşin ağzından bilmirəm haraldı. Demək. Haralsan Nazlı? Qubalı. Qubalıdır. Hmm. Demək, bax burada qızlar. Bax, Nərmin, hansı hissəsini başa düşməmsən? De, izahını verin, vaxtımız getməsin. Mən 21-ə baxırdıq da. Ay, 21-ə baxırdıq. Şimali Amerika materiki üçün səciyyəvi olmayan şimal tropik xətti və şimal qütb dairəsi ilə kəsişməsi.
Tropik xətti mənim bu 60-dır, düzdür? Tropik xətt 60 deyil. 60 mülayimdir. 30 ilə 60-ın arası mülayimdir. 0 ilə 30-un arası tropikdir. 60 ilə 90 arası qütbdür. Bax, görsən tropik xətti kəsib. Gördün? Qırıq xətti görsən? Bəli. Bu qırıq xətti görsən, bu da şimal qütbdür. Aha, Hər ikisi kəsib bu materiki. aha. Sonra şimal hissəsindən, şimal hissəsindən qütb dairəsinin keçməsi. Bunlar keçib, düzdür? Bəli. Hı. Qütb. Demək bir də səhvdir. Amma üç ölçüdə yerləşməsi səhvdir. Niyə? Mən nə demişdim? Demişdim Şimali Amerikanı nə ekvator kəsmir, nə də Greenwich Nə meridianı dedim? kəsmir. Kəsməyib də. Bax, Hı. ekvator buradır, kəsməyib. Qütb dairəsi buradır. Greenwich meridianı buradır, kəsməyib. Düzdür? Ona görə ki, yarımkürədə yerləşir, Bəli, ona görə düzdür? iki ölçüdə yerləşir. Bu qədər asandır. Tamam? Hə, tamam. Hı -hı. Çatdı. 22-yə baxaq. Avropa ərazisində yerləşən vulkanlar. Avropa deyir ha. Hekla, Diqqətli ol. Fujiyan, Bəli. Hekla. Hekla hardaydı? İslandiyada. İslandiyada. Aha, sonra hansını dedin? Yamada Yo oradadır. yo. Fudziyama Vezuv Yaponiya. Asya'ya düşür. Hı-hı. Asya'da o. Asya. Bəli, bəs bura haradır? Fudziyama haradır? Yaponiya, Asya. Ha, mən onun yerini qarışdım. Hekla, Bardamburga, Vezuvi. Onda F Bax. Hekla, Bardamburga, Vezuvi. hə, hə, Avropadadır bunlar. orada. Bəli, 22-də canımız. Mən elə Fujiyan ilə Badambungan qarışdım. Hı-hı. Eyvah. E variantı. Nərmin. Bəli, bəli, bəli. Hı, Mən nə Hekla oldu? hardaydı bəs? Necə, hansı? Heklanı görmədim Bax, ki mən. Hekla, Bardamburga, Hı. Eyfalden, Stramboil, Vezuvi, Etna. Bunlar hardadır? Avropada. Ən Bəli. Avropa. Kloçka sopkası, Asiya, Fudziyama, Asiya. Ya bunları çıxmalısan. Erebus, Asiya. Yo, Erebus Asiya deyil, üzrsən. Antarktidadadır. Yaxşı. Bəli. 22-də canımız E. 23-ə baxırıq. Alp Himalay qırşığında yerləşən dağ zirvələri. Demək sənə Cavan dağı soruşur. Jomolungma Himalayındır. Himalayda Cavan dağdır. Düzdür? Bax, aiddir. Kotapaxi. Kotapaxi nə idi? Bu vulkan. Eşitmisiniz Kotapaxi adını? Volkan değil Vulkan mi? deyil bu. Ay sağ ol. Hardaydı? Cənubi Amerikadaydı. De bax burada. Alp Himalay geosinklinalına aid deyil. Səhv da bəndi. Elbrus. Orada da orada ona görə çıxır. Hı -hı. Tamam, dağdır da o. Bəli, vulkandır. Zirvesi. Kloçka sopkasında çıxırsınız. O da bu bölüm variantları. Hı -hı. Tamam. Kongur, Mont Blanc, Demoben. D Devam. variantı. D variantı, Mont bəli. Blanc, Dağ. Kongur. Kongur Hı. haranın zirvəsidir Kongur? Pamirin 7719 metr. Düzdür? Bəli. Bəli. Aha, de Pamiri gördünüz burada Pamirin adını. Cavan dağıdır. Sonra Mont Blanc Alp dağlarındaydı 4807 metr. Dəvamend isə hardaydı qızlar? Dəvamend. Elbrus dağlarının indi zirvəsidir. Elbrus. 5610 metr. Cavabımız olacaq 23-də D variantı. 24. Afrika və Avrasiya materiklərinin coğrafi mövqeyi üçün ümumi xüsusiyyət deyir. Bax, deyir ekvator xətti kəsir. Bax, Afrikanı da kəsir, düzdür. Avrasiya materikini də adaları ilə birlikdə kəsə bilər. Adalarsız kəsmir. Oxuyuram. Cənub yarımkürəsində yerləşirlər. Səhv. Avrasiya cənub yarımkürəsində yerləşmir. Bütün okeanlarla əhatə olunmuşdur. Avrasiya materikinə aiddir təkcə. Şimal tropik xətti ilə kəsişir. Hər ikisi. Hər ikisindən kəsir. Şimal tropik xətti kəsir. Baxın. Bax.
Kəsir. Buranı da kəsir. Aydındır fikrim. 24 cavabımızın olacağına görə. Yəni hər ikisi 0 30 arasında yerləşir. Cavabımız D variantı. Aydındır. Matropik xəttlərim kəsir. Hı. Bəli. 180 dərəcəlik meridian kəsir Avrasiya materikini. Cavabımız 24-də D variantı. 25-ci suala baxaq. Afrika və Avrasiya materiki üçün ümumi olmayan deyir. Sahillərində Aralıq dəniz suları ilə yuyulur. Hər ikisinin sahilini Aralıq dəniz suları yuyur. Düzdür, bax burada Aralıq dəniz. De bu hissə. Alp qırışıqlığı zamanı yaranan dağ silsiləsi var. Deyəcəksən ki, bu da hər ikisində var. Burada məsələn Atlas dağı var. Bəli. Sahil xəttləri çox parçalanmışdır. Bu səhvdir. Sahil xəttlərinin çox parçalanması bilirsiniz nədir? Yəni dördüncü dövr buzlaşmasına məruz qalıb. Təbii ki, Avrasiya materiki məruz qaldı. Afrika qalmayıb ki, dördüncü dövr buzlaşmasına. Yox. Ona görə cavabımız 25-də nədir? C bəndi. Aydındır? Sahil xəttləri çox parçalanmışdır deyəndə o girintili çıxıntılı yerlər Ay deyir sağ də. ol. Bəli, yəni onun sahillərində yarımadalar, adalar çoxdur. Bu da əsasən 4-cü dövr buzlaşmasına məruz qalan materikdə olur. Yəni Avrasiyada və Şimali Amerikada. Avrasiyada bilirsən. Ucqar nöqtələri iki yarımkürədə yerləşən materiklərdir. Ucqar nöqtələri iki yarımkürədə yerləşən materiklər. Hansı olacaq? Avrasiya ola bilər. Avrasiya, Afrika. Avstraliyanın Şimali Amerikanı götürə bilərikmi? Ucqar nöqtəsi deyir iki yarımkürədə yerləşir. Nəyə görə bunu götürsən, Nərmin? Mən dedim hansı materiklər iki yarımkürədə yerləşirdi yalnız? İki yarımkürədə. Ay sağ ol. Avstraliyanın Şimali Amerika. Bəli, çünki o nə Greenwich kəsmirdi, nə də ekvator kəsmirdi. Görsən rahat sualdır, amma nə edirsiniz? Məntiq işlətmək lazımdır burada. Yaxşı. Bəli. Cavabımız 26-da E bəndi. 27. Verilən əlamətlərin aid olduğu arxipelaq deyir. Atlantik okeanda yerləşir. Mərkəzi Amerikaya aiddir. Geosinkron zonada yerləşir. Təbii ki, söhbət hardan gedir? Böyük Antil adalarından. Bax, burada yerləşir. Arxipelaq adalardır da, düzdür. Adalar qrupudur, bəli. Bax, burada yerləşir. Kuba, Haiti, Yamayka kimi adalar var da burada. Bunların birləşməsi nədir? Arxipelaq. Onlar birlikdə Böyük Antil adaları adlandırılır. Fikrimi çatdıra bilirəm. Bilməm, həmin hissədə adalar qrupu var. O adalar, məsələn, adını çəkdirmək, Bu Kuba, Şimali Haiti. Amerika ilə Cənubi Amerika. Bax, hə, bura Mərkəzi Amerika. Bax, bu hissəsində görsən kiçik-kiçik adalar var, burada gördün. Məsələn, Kuba, Haiti, Yamayka, daha sonra biz burada məsələn qeyd edə bilərik Puerto Rico. Bunlar nədir? Bunların birləşməsi Böyük Antil adaları adlandırılır. Aydındır. Yəni Böyük Antil adaları Karib dənizinin şimalında yerləşir. Deməli, burada əsasən əhalisi 42 milyondan çox olan ən böyük adalar qrupudur. Yəni bu. Kubadır, Haitidir, Yamaikadır, Puerto Rico adaları bura necəsən deyəcəksən ki, daxildir. Karib dənizinin və Atlantik okeanının sahilində yerləşir. Cavabımız 27-də C bəndə. 28. Ucqar şərq və qərb nöqtəsi qərb yarımkürəsinin ərazisində böyük hissəsi şərq yarımkürəsində yerləşən materik. Deyir, ucqar qərblə şərq nöqtəsi qərb yarımkürəsində yerləşsin. Ucqar qərblə şərq nöqtəsi qərb yarımkürəsində yerləşsin. Amma ərazisinin böyük hissəsi şərq yarımkürəsində olsun. Söhbət hardan gedir? Təbii ki, Avrasiyadan gedir. Bəli. Avrasiyanın ucqar şərq nöqtəsi, yəni Dejinyo burnu yerləşir qərb yarımkürəsində. Ucqar qərb nöqtəsi Roko burnu yerləşir qərb yarımkürəsində, amma ərazisinin böyük hissəsi hardadır? Şərqdədir. Aydındır fikrim? Bəli. 28 cavabımız A bəndi. 29. Avropa və Asiya qitəsinin Bunun cavabı Uraldır. Ay sağ ol. Avropanı Asiya qitəsini ayıran sərhəd dağ Ural dağı. Ən zirvəsi Ural dağlarının ən zirvəsi Naradya. Bəli, 1895 metr. Rusiyada yerləşir. Şahid dağlar daha çox səciyyəvi olduğu ərazilər. Tez tapın görüm. Şahid dağlar haradaydı? 3 dənə şahid dağımız var idi. Afrikada. Ay sağ ol. Əhəkkər, Tibesti, Darfur.
Cavabımız Hərf var. D variantı. Ucqar nöqtələri dörd yarımkürədə yerləşən materik. Dörd yarımkürədə yerləşən materik hansıları demişdik? Dörd Afrika. Afrika. Bəli, cavabımız 31-də B bəndi. Afrikada yerləşən dağlar. Atlas, Kap, Drakon. Elə cavabımız nə olacaq? 32-də A bəndi. Yəni 33-cü suala baxaq. Ərazisi dünyanın ən böyük səhrası yerləşir. Böyük səhra haradaydı? Afrikada. Səhra. Bəli, Sahara səhrası da deyilirdi. Cavabımız 33-də E bəndi. Afrikanın cənubunda yerləşən dağlar. Kap, Avstraliya. Drakon, yəni Ha, əjdaha dağlar. Güzel. Bəli, cavabımız 34-də A. Rusiyanın ərazisində yerləşən dağlar qrupu. Ural hardaydı? Rusiyada. Sonra Qafqaz hardaydı? Rusiyada. Sayan hardaydı? Rusiyada. Düzdür? Qafqaz Rusiyaya düşür mənim. Qafqaz deyəcəksiniz ki, bəli, Rusiya Gürcüstan ərazisinə düşür, Azərbaycan ərazisinə düşür, yəni Rusiyaya düşür də, bunu deyə biləcəyik. 35-də cavabımız nə olacaq? A bəndi. Allah. 36. Avrasiya materikinin qərb yarımkürəsində yerləşən coğrafi obyektlərini müəyyən edin. Avrasiya materikinin qərb yarımkürəsində yerləşən coğrafi obyektlər, yəni Avrasiya materikinin qərbə düşən obyektlərini seçin. Yəni burada 0-cı meridiandan bu hissədə yerləşənlər. İslandiya adası düşür. Angliyada düşür. Aha, sonra hansı düşür? İslandiyanın Güney düşür. yarımadası da düşür. Aha, İslandiya düşdü. Yutlandiya amma düşmür. Səhvdir. A bəndi səhvdir. İrlandiya düşür. Sonra Kola görsən düşməyib. Şərqdədir hələ. Apenin düşməyib. Səhvdir. Bretan düşüb. Sonra Çukot yarımadası düşüb. Hə? Bababurnu düşməyib də. Elə cavabımız burada hansı ola bilər? Təxminən 36-da. Y. Bir də baxaq. Bax, Bretan yarımadası düşüb. Gördünüz buradadır. Bretan yarımadası düşüb. Dejnev burnu düşüb də. Düzdür. Dejnev burnu düşür. Bax, buradadır. Aha. Daha sonra. Roko burnu da düşür qızlar. Buradadır. Aydın oldu, cavabımız nə olacaq? D bəndi. Qərbi Sibir və Şərqi Avropa düzənliyini ayıran dağ sistemi Ural. Cavabımız 37-də C. 38. Avrasiya və Şimali Amerika sahil xəttlərinin səciyyəvi xüsusiyyətləri. Təbii ki, sahillər necədir? Çox parçalanıb. Cavabımız olacaq A bəndi. Niyə? Çünki dördüncü uzlaşmasına məruz qalıb. Ayrılsın. Bəli, 39. Materiklərin mütləq maksimum hündürlüyü azalma aracılığıdır. Azalma deyirsə çoxdan aza doğru. Ən hündür hardaydı? Avrasiyada. 1. Daha sonra gələcək hansı? Cənubi Amerika gələr. 1. Cənubi Amerika gələcək Akongo 6960 metr. Daha sonra Şimali Amerika McKinley, yəni Danelin 6194. Daha sonra Afrikada Kilimanjaro 5895 metr. Daha sonra Antarktidada Vinson masivi 5140 metr. Avustraliyada Kostyoşka 2228 metr. Cavabımız 39'da nə olacaq? A bəndi. 40-cı suala baxaq. Avstraliyada müasir zəlzələ, vulkanların baş verməsi yeganə materik. Bizdə Avstraliya ən qədim materikdir. Orada zəlzələ, vulkan kimi hadisələr yoxdur. Bunun da səbəbi nə idi? Səbəb Platform nədir? olması. Platformada. Bəli, litosfer tavalarının toqquşma sərhədindən uzaqda yerləşməsi idi. Bəli, uzaqda yerləşir. Toqquşma sərhədlərinin litosfer tavalarından uzaqda yerləşirdi. Cavabımız 40-da nə olacaq? Y. E bəndi, bəli. Keçək 41-ci sualımıza baxaq. Deyir, Avstraliyada düzənlik relyefinin geniş sahə tutmasının səbəbi nədir? Düzənliklər əsasən harda olur? Platformalarda. Materikin əsas hissəsini qədim platformanın tutması idi. Düzdür? 42. Xəritə sıxılma əsasən uyğunluğu müəyyəndir. Hansı materikdir bu? Şimali Amerikada da. Bəli. Aha. Deyir, qədim dağ sistemidir. Qədim dağ sistemin burada nə olar? B olardı. Apalaç dağları. Materikin ən hündür zirvəsi. Materikin ən zirvəsi McKinley harda yerləşirdi? A-da yerləşirdi, qızlar. Bəli.
Mhm. Bəli, mənim. Materikin ən alçaq nöqtəsi hardaydı? C, C-də. Bəli. Döngüsel uzlaşması ən şimalda olar da D-də. D. Bəli. Cavabımız 42-də B variantı. 43. Avrasiyanın ucqar nöqtələri barədə yanlış fikirlər müəyyən edin. D şərq ucqar nöqtəsi, yəni şərq ucqar nöqtəsi hara idi? D Junior. D iki qitədə yerləşən ölkələrdir. Xeyr. Düzdürsə səhvdir. Rusiyada da bunu səhv götürə bilmərik. Rusiya iki qitədə yerləşir. Da Avropa və Asiya. Hı? Qoy bir də oxuyum. D şərq ucqar nöqtəsi iki qitədə yerləşən ölkədədir. Hə, yanlış fikir istəyir də. A düzdür deyə götürmürük. Bildiniz də şərq ucqar nöqtəsi Dejnyov hardadır? Rusiyadadır. Rusiyada da ki Asiyanın Avropa qitəsində yerləşir deyə A bəndi doğrudur deyə götürmürük. D şərq ucqar nöqtəsi üç yarımkürədə yerləşən ölkələr arasındadır. Rusiya üç yarımkürədə yerləşirmi? Bəli. Niyə? Rusiyanın nə kəsirdi qızlar? Greenwich meridian kəsirdi də, düzdür. Həm şərqdə, həm qərbdə, həm də şimalda yerləşirdi. Bütün ucqar nöqtələri yarımadada yerləşir. Bəli, düzdür. Bax, məsəl üçün, Taymır yarımadası, Çukot yarımadası, Malakka yarımadası və Pireney yarımadasında yerləşirdi. Cənub ucqar nöqtəsi, yəni Piyay burnu deyir cənub yarımkürəsində səhvdir. Cənub ucqar nöqtəsi Piyay burnu hardadır qızlar? Şimal yarımkürəsində yerləşir. Çünki Malakka cənuba düşmür. Cavabımız D variantıdır. 44-də baxırıq. Şimali Amerika materikində mütləq hündürlüyü daha çox olan relyef vahidi müəyyən edin. Ən çox yüksəklik Şimali Amerika materikində hardaydı? Müqəddəs Lavrenti yüksəkliyində idimi yoxsa? Yoxsa böyük düzənlikdə idi? Hardadır qızlar? Şimali Amerika materikinin mütləq hündürlüyü daha çox olan relyef vahidi müəyyən etmək istəyirsə cavabımız nə olacaq? Lavrenti məndə. Şimali Amerikada hansı olar daha yüksəkdə yerləşən? Yayla seçin. Böyük düzənlik olar da. Hə? Yoxsa Mərkəzi düzənliyi. mərkəzi olub böyük düzənlik demək. Böyük göstərmə mərkəzini göstərmə. Böyük düzənlikdədir qızlar. Yadınızda saxlayın. Yaxşı. Aha. Məsələn, bax görürsüz böyük düzənlik nədir? Yayladır. Fikrimi aydın etməyə çalışıram, başa düşünmən. Yaxşımı? Böyük düzənlik yayladır. Amma burada mərkəzi düzənlikdir. Bu nədir? Ovallıqdır. Yəni yaylalar bilirsiniz də 500, məsələn, ovallar 0 metrdən 200 metrə qədər olur. Yüksəkliklər 200-dən 500-ə qədər, yaylalar isə 500-dən çox olur. Burada da yayla hansıdır? Bir dənə böyük düzənlikdir. O da 500 metrdən çoxdur. Ona görə cavabımız 44-də B variantı. Aydındır? Bəli. 45-ə baxaq. Kalahari səhrası bilirsiniz də Afrikadadır. Atakama səhrası isə Cənubi Amerikada. Onların fərqli xüsusiyyəti nədir? Kalahari səhrasında çökmə surqatı daha qalındır. Bildin? Buna görə də 45-də cavabımız nə olmalıdır? Məsələn, deyək ki, Kalahari səhrası ilə Atakama səhrasını fərqləndirən xüsusiyyət nədir? Atakama səhrası bir də yadınızda saxlayın, yalnız Çiliyə düşür. Çiliyə. Amma Kalahari səhrası elə deyil. Kalahari səhrası bir neçə ölkənin arasında yerləşir. Cavabımız ona görə 45-də nə ola bilər? E bəndi olacaq. Aydındır? Atakama yalnız bir ölkədə Çiliyə məxsusdur. 46-ya baxaq. Afrika, Avstraliya, Cənubi Amerika materikinin coğrafi mövqeyinin ümumi cəhətləri deyir. Afrika, Avstraliya, Cənubi Amerika materikinin ümumi cəhətləri nədir? Deyir, ərazisində cənub tropik xətti keçir. Bilirsən də Afrikadan da keçir, Avstraliyadan da keçir, Cənubi Amerikadan da keçir. Bu bir oxşardır. Bir neyini götürürük. Sonra nə deyir? Deyir ki, iki okeanla əhatə olunmuşdur. Hər üçü iki okeanla əhatə olunubdur. Düzdür, Nərmin? Həm, məsələn, Afrika, görsən burada Cənubi Amerika, Sakit, Hind. Afrika, Hind, Atlantik. Avstraliya, Hind, Sakit. Yəni, hər ikisində iki dənə okeandır. Ərazinin geniş hissəsi Bəli. ekvatordan keçir. Bax, mən sənə dedim, Avstraliyada ekvator söhbəti ola bilməz. 3 səhvdir. Cənub hissəsi mülayim iqlim qurşağında yerləşir. Baxım görüm hansının cənub hissəsi mülayimə düşür. Baxıram ki, qeyd edirəm ki, bu nədir? Səhvdir də. Cənub hissəsi mülayim iqlim qurşağında yerləşir deyir. Axı Afrika düşmür cənub hissəsi tam olaraq. Ən çox Cənubi Amerika düşür də.